Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin ultrasüzgəcli su təmizləyici qurğular kompleksinin açılışını etmişdi. Paytaxtımızda inşa edilən bu kompleks dünyanın ən iri kompleksi olmaqla fərqlənir. Bugün həmin ünvanda mətbuat nümayəndələri üçün konferans keçirilib. Çinarə Vaqifin reportajı. Dünyanın ən iri ultrasüzgəcli su təmizləyici qurğular kompleksində yenicə inşa olunmuş bu kompleksdə xam su anbarından bu nasoslar vasitəsilə götürülən su xırda süzgəcli qurğular vasitəsilə təmizlənərək növbəti mərhələyə ötürülür. Hələ 4 il əvvəl təməli qoyulan bu kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan Zirə magistral kəməri ilə ötürülür. Kəmərin Ceyranbatan, Balaxanı, Ramana, Qala hissəsinin tikintisi 2013-cü ildə, Qala Zirə hissəsinin tikintisi isə ötən il başa çatdırılıb. Ceyranbatan, Balaxanı, Ramana, Qala, Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca anbarlar tikilib. Anbarlar Saray, Balaxanı, Ramana, Qala və Zirə qəsəbələrində tikilib. Gələcəkdə Masazır və Binəqədidə də yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur. Bunun nəticəsində isə 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq. Azərsu Açıq Səhmdar Cəmiyyətinin sədrinin sözlərinə görə kompleksin tikintisinə ümumilikdə 290 milyon manat vəsait xərclənib. Burada istifadə olunan avadanlıqlar Amerika, İspaniya, Koreya, İtaliya, Türkiyə, Almanya və digər bir çox ölkələrin ən qabaqcıl texnologiyaları burada tətbiq olunub. Eyni zamanda bu ölkələrin şirkətləri də bura cəlb olunub, işləyirlər. Eyni zamanda Bakının, Azərbaycandan 30-a qədər şirkət bu layihənin tikintisində iştirak edirlər. Kompleksin tikintisi 4 ilə başa gəlib. Ceyranbatan ultrasüzgəcli su təmizləyici qurğular kompleksi və Ceyranbatan Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.